Çəkməyəcəklər. Yine digər süjetimizə keçid alırıq. Pensiya fonduna daxil olmaların səviyyəsi düşə bilər, hörmətli tamaşaçılar. Səbəb əsaslıdırmı? Əsaslıdır deyilir. Bir tərəfdən yeni doğulanların sayı azdır, digər tərəfdən isə əhalinin müəyyən qisminin əmək qabiliyyətini itirməsi buna səbəb kimi göstərir. Ümumiyyətlə, bu mövzu maraqlıdır. Hörmətli tamaşaçılar, nüanslar çoxdur. Gəlin süjetə baxaq. Doğum səviyyəsinin azalması və əhalinin yaşlanması nəticəsində pensiyaçıların sayı artdıqca işləyənlərin sayının azalması pensiya fonduna daxil olmaları azalda bilər. Bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən orta müddətli xərclər çərçivəsində öz əksini tapıb. Odur ki, bununla bağlı islahatlar da istisna edilmir. Sözü gedən islahatlar isə sakinlər arasında bir mənalı qarşılanmır. Kim bilir 70 yaşından sonra bu neçə il yaşayacaq? Əhalinin ömrü artmaq əvəzinə azalıb. Əksəriyyət elədir ki, pensiyanı görmür. Görən də ya bir il görür, ya görmür. 59 yaşım var. Ora çalışsam böyük şey. İstəyirsən gedib ora çıxarıb vermirlər. Şurada insanların ömrü azdır. Heç olmasa bir pensiya alsınlar, onun işlədiklərinin dadını görsünlər. Mütəxəssislər bildirirlər ki, gözlənilən orta pensiya dövrü və bir nəfər üzrə orta pensiya müddətinin göstəriciləri dünya ortalamasından xeyli aşağıdır. Orta ömür hazırda rəsmi statistikaya görə 74 yarımdır. Yəni kişilərdə hətta bu qat-qat aşağıdır. Hökumət gözlənilən pensiya dövrünü 12 il müəyyən edir, 144 ay müəyyən edir. Yəni 12 ildən belə götürsək məsələni, 65 yaşında pensiya çıxan insanın orta ömrü olmalıdır 77. Amma əgər 74 yarımdırsa, bu deməkdir ki, bu 62 yarımda pensiyaya çıxmalıdır. Azərbaycanda faktiki olaraq pensiya yaşı əslində dünya ortalamasını gözləmiş olsaq, düşməlidir 60-a. Millət vəkili Musa Quliyev isə hesab edir ki, indiki dövrdə yaşın nə artırılmasına, nə də azaldılmasına ehtiyac var. Biz təxminən 10 il bundan əvvəl pensiya yaşının artırılması ilə bağlı qərar qəbul etdik. Bəlkə də o dövr üçün bir qədər tez idi bunu qəbul etmək, amma indiki reallıq sübut edir ki, belə bir qərarın qəbul edilməsi lazım. Pensiya yaşının 65-də qalması yəqin ki, yaxın bir 10-15 ildə dəyişilməz qalacaqdır. Hazırda ölkə əhalisinin 69,7% əmək qabiliyyətli yaşda, 9,1% isə 65 və yuxarı yaş qrupuna daxildir. Dünya göstəriciləri ilə müqayisədə bu dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxş hesab olunsa da növbəti 10 illiklərdə əhalinin yaşlanması nəticəsində bu sistemin üzərində yükün artacağı gözlənilir. Belə ki, yaşlı əhalinin sayının çoxalması, məcburi dövlət sosial sığorta haqları ödəyənlərin isə azalması sistemi maliyyə öhdəliklərini artıracaq. Günel, gördük ki, bu məsələdə ekspertlə millət vəkilinin fikirləri üst-üstə düşmür. Bəli, üst-üstə düşmür və ümumiyyətlə 10 il ərzində hörmətli millət vəkilimiz qeyd etdi ki, ümumiyyətlə pensiya yaşının 65-dən deməli artırılması nəzərdə tutulmur. Nəzərdə tutulmur, bəli, biz də bu informasiyaya əsasən, yəni artıq növbəti 10 il ərzində qeyd edə bilərik ki, yəqin ki, sabit qalacaq. Necə deyərlər, zaman göstərər təbii ki və müsahiblərimiz də qeyd edirdilər ki, narahat olduqları məqam odur ki, ölüm yaşı o qədər cavanlaşıb ki, mən heç düşünmürəm ki, 59 yaşına çata biləcəmmi, 65 yaşında pensiyanı görürüm. Əsas paradoks da burada yaranır. Bəli, əsas paradoks da burada yaranır. Digər bir məsələ nədir, hörmətli?